Salam, kanalıma hoş geldiniz. Bu videom alışveriş videosu olacaq. Meyvə tərəvəz əsasən almışam. Onları sizlərlə bölüşəcəm. Burada reyhandı, bir də nanədir. Dəstəsi 20 qəpiyə idi. Əsasən bazardan alışveriş edirəm. Bazarda qiymətlər daha münasib olur. Qiymətləri ilə bölüşəcəm sizlərdə. Qiymət necədir? Şərhlərdə qeyd edərsiniz. Xiyardır, 3 kiloqramın 1 manata aldım mən. 50 qəpiyə də var idi. Öncə bazarı bütöv gəzirəm, sonra almağa başlayıram. Yoxsa girən kimi bazara alışveriş edəndə biraz sonra daha münasib qiymət olanları rast gəlir. Pomidor 80 qəpiyə almışdım. Acı biber 1.50 idi, səhv etmirəmsə kilosu. Mən az götürdüm. Yemiş 40 qəpiyə idi. Soğandı, 50 qəpiyə aldım. Çox iri soğan deyil, orta ölçüdədir. Lobiya da 70 qəpiyə idi. 1 manatlıq götürdüm. 1 manata 50 qəpiyə də var idi lobiya. Amma gəzərkən rast düşdü, 70 qəpiyə aldım. Badımcan 50 qəpiyə idi. Xırdalarını götürdüm dolma etmək üçün. Şirin biber 1 manata idi. 50 qəpikliyi götürdüm. Ərik 1 manat idi. Şaftalı da 1 manata idi. Hər ikisinin də dadı çox gözəl idi. Tüksüz şaftalı aldım bir dəfə. Nektarin deyilir deyəsən. Onun dadı yox idi. Amma belə tüklü şaftalılar dadlı olur həmişə. Marketlərdə daha bahadır mənə görə qiymət. Bəzən sərf edən meyvələr olur qiyməti. Amma bazarda daha münasib olur. Sonra Araz marketdən belə peçeniya götürdüm. Paçkası 80 qəpik, 82 qəpik belə idi. Bir də bu konfetdən xoşlayıram. Uzun zaman idi görmürdüm marketlərdə. Əsasən oba marketlərdə olur, amma hamısında olmur. Ondan aldım. İçi peçeniya malmalatdı, üzəri şokoladdı. Bir də bu nanəli şüşə konfetdən aldım. Bir də apteka girdim, maska lazım idi. Maska götürdüm, spirt, bir də yara bantı götürdüm. Alışverişim bura kimi idi. İzləyib bəyəndinizsə like etməyi unutmayın.